Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə yaradılan Asan Süni İntellekt platformasının Asan AI Hub-ın təqdimat mərasimi keçirilib. Platformanın əsas məqsədi Azərbaycanda süni intellekt sahəsində tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada bir araya gətirməkdir. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev platformanın ölkənin süni intellekt ekosistemi üçün əhəmiyyətini vurğulayıb. Bir müddət bundan öncə Cənab Prezident Elmlər Akademiyasında elm ictimaiyyəti ilə görüşündə bir sıra məsələlərə toxundu, proqram fəaliyyətə çıxış etdi. Bu arada dövlət qurumlarına verdiyi tapşırıqlardan biri də Azərbaycanda dövlət təşkilatlarının süni intellekt sahəsində gördüyü işlərə elmi tədqiqat mərkəzlərinin, alimlərin, innovatorların cəlb edilməsi məsələsidir. Və bu göstərişdən dərhal sonra Asan Xidmət olaraq biz yeni bir platforma yaratdıq. Və bu platformanın əsas məqsədi dövlət təşkilatlarında, Asan Xidmətin özündə, eyni zamanda özəl sektor və tədqiqat inkişaf mərkəzləri, elmi laboratoriyalar, alimlərin bir əlaqələndiricisi rolunu oynamaq, bir uzlaşma rolunu oynayan bir platforma yaratmaqdır. Tədbirdə İqtisadiyyat Nazirinin müavini Sahib Ələkbərov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov, Asan AI Hub-ın rəqəmsal transformasiya, iqtisadi inkişaf və elmi potensialın gücləndirilməsi baxımından önəmini qeyd ediblər. 14 milyonluq bir icmaya sahib olan hər kəs üçün əlçatan öyrənmə, tətbiq və böyümə imkanları təqdim edən qlobal süni intellekt platforması Gen AI Works-ün baş direktoru və həm təsisçisi Steve Norrie isə günümüzdə generativ süni intellekt 2025 mövzusunda çıxış edərək qlobal trendlər, texnoloji inkişaf və süni intellektin tətbiq imkanları haqqında məlumat verib. Biz dünyanın aparıcı süni intellekt startapları ilə əməkdaşlıq edərək onlara ən yaxşı marketinq strategiyalarını anlamaqda kömək edirik. Və düşünürəm ki, Gen AI Works ilə Asan AI Hub arasındakı bu əməkdaşlıq hər iki icmaya və gələcək AI liderlərini AI sistemləri dünyasında irəliləyişlərə imza atacaq. Gələcək AI startaplarını gücləndirən hər iki ekosistemə çoxlu dəyər gətirəcək. Tədbir çərçivəsində Asan AI Hub ilə Apolitical, Breakthrough Social Enterprise, Gen AI Works arasında anlaşma memorandumları imzalanıb. Bu əməkdaşlıqlar mərkəzin beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını gücləndirəcək. Süni intellekt artıq trenddir. Hər kəs bir gün ondan danışır və texnologiyada heç bir zaman geriyə dönüş yoxdur. Bu demək ki, sadəcə irəliyə gediş olacaq və Azərbaycanın burada özünə doğru mövqe tutmağı çox önəmlidir. Bu baxımdan Asan AI Hub-ı çox uğurlu bir addım kimi görürəm və dəvət etdiklərində mən Asan AI Hub-ın board expert kimi dəvət olunursam. Bundan çox fəxr edirəm, çünki Azərbaycanlıyam və əlbəttə iştirak etməkdən məmnunluq duyuram. Hub həqiqətən çox əla işlər görməkdədir və öz işlərinə həm dövlət, həm özəl sektoru, eləcə də startapları cəlb etmək istəyir. Düşünürəm ki, bu onların əsas niyyətlərini və Hub-ın yaradılması ilə nələrə nail olmaq istədiklərini çox yaxşı əks etdirir. Düşünürəm ki, bu hökuməti, özəl sektoru və akademik dairələri bir araya gətirən möhtəşəm şəkildə koordinasiya edilmiş bir tədbirdir. Biz özəl şirkətik və xüsusilə hökumətlər üçün çalışırıq. Biz həmçinin universitetlərdə və akademik dairələrdə olan ekspertlərlə də əməkdaşlıq edirik və biz bütün bu mühitlər arasında naviqasiya etməyin çətinliklərini başa düşürük. Fikrimcə, bütün bu qurumları burada bir araya gətirmək həqiqətən də gələcəyə yönəlmiş bir addımdır. Sonra süni intellektdə açıq innovasiya, hər kəs üçün körpə adlı panel müzakirəsi keçirilib. Apolitical təşkilatının partnyorluqlar üzrə direktoru Catherine Miller-Weber'in moderatorluğu ilə keçirilən paneldə açıq innovasiya modelləri, dövlət, özəl sektor əməkdaşlığı, inklüzivlik və məsuliyyət prinsipləri ilə bağlı müzakirələr aparılıb.